Hər kəsə salam. Bugün sizlər üçün badımcan, biber, pomidor dolması, hamımızın tanıdığı məşhur 3 bacı dolmasının bişirilməsini göstərəcəm. Əvvəlcə tərəvəzlərimizi yaxşı yuyuruq. Sonra biberlərin ağzını kəsirik və içinin toxumlarını təmizləyirik. Yaxşı təmizlədikdən sonra badımcanlarımızı çərtirik və içərisinə duz səpirik. Daha sonra pomidorlarımızı uc hissələrini kəsirik ki, əzilməsin pişərkən. Və qaşıqla içərisini yaxşı təmizləyirik və bir qaba yığırıq. Və daha sonra biz onu istifadə edəcəyik ya doğruya ya da tyorkadan da keçirdə bilərik. Bir qaba yığırıq pomidorlarımızı. Yayın ən sevimli yeməklərindən biridir badımcan biber dolması. Və mən bunu ətinin içərisinə həmişə quyruq əlavə edirəm və əti qızmış tavada möhürləyirik, yağsız tavada. Daha sonra soğanlarımızı xırda doğrayırıq. Mən ümumiyyətlə heç bir dolmaya soğanları nə sürkəcdən keçirmirəm, nə maşından çəkmirəm. Həmişə xırda doğramağı daha çox üstünlük verirəm. Çünki onda dolmanın kəfi çıxmır, dolmamız daha gözəl olur. Ətimiz qovrulduqdan sonra yağ atırıq və daha sonra soğanlarımızı əlavə edirik. Biraz qarışdırırıq və daha sonra üzərinə qara istiot, qırmızı şirin, istiot, sarı kök, duz əlavə edirik və bayaq doğradığım pomidorları əlavə edirik. Mən içərisinə əlavə etməyə üstünlük verirəm. Çünki onda həm biberə, həm badımcana pomidorun dadı çıxır. Ət daha sulu olur, çox gözəl olur. Və qırmızı tomat pastası əlavə edirik. Qarışdırırıq. Biraz pişdikdən sonra dolmamıza olmazsa olmaz reyhan və kişniş, bol göyərti əlavə edirik və qarışdırırıq. Altını söndürürük ki, soyusun ki, tərəvəzlərin içini dolduranda əlimizi yandırmasın. Və bunu bir kənara qoyuruq və başlayırıq. Badımcanımız artıq qara suyu çıxıb, onu möhkəm sıxırıq və hər iki üzünü qızardırıq. Çox qızartmağa ehtiyac yoxdur. Biraz qızartsaq kifayət eləyir. Və mən suda qaynatmağı sevmirəm. Onda badımcanlarımız dağılır. Onda xoşum gəlmir. Sadəcə hər iki tərəfini qızartmağı daha çox xoşlayıram. Və qızartdıqdan sonra badımcanlarımızı içini başlayırıq tərəvəzlərini doldurmağa. Və tavamıza yığırıq. Və budur, artıq hazırdır. Pomidorlarımızın da içini dolduraq və içərisinə bir armudu stəkan su əlavə edirəm və xırda atəşdə pişməyə qoyuruq. İnanın ki, ətri bütün evə bürüyüb. Hər kəsə nuş olsun.